Növbəti tarix inteqrasiya sualına baxırıq. Deyir ki, şagirdlərə qədim Misrə aid xəritə və qısa mətn təqdim olunur. Onlar xəritəyə əsaslanaraq qədim Misrin yerləşdiyi ərazini və Nil çayının bu ərazidə dövlətinin formalaşmasına necə təsir göstərdiyini izah edirlər. Eyni zamanda verilmiş mətndən istifadə edərək qədim Misirdə mərkəzləşmiş hakimiyyətin yaranmasının səbəbini müəyyənləşdirirlər. Bu tapşırığı verərkən müəllim deyir inteqrasiyanı hansı növünü reallaşdırmış olur. Baxın, deməli təqdim olunan bu situasiyada bizim bu tapşırığımızın təhlili onu göstərir ki, burada iki növ inteqrasiya həyata keçirilir. Bunlardan birincisi, şagirdlər xəritə üzərində işləyərək ərazini və Nil çayının deməli təsirini izah edirlərsə, bu tarix fənni ilə coğrafiya fənni arasındakı əlaqəni, yəni inteqrasiyanı bizə göstərir. Hansı ki, bu da fənlər arası inteqrasiya sayılır. Daha sonra tapşırıqda həm qədim Misrin coğrafi şəraiti, həm də dövlətin yaranması və idarə edilməsi, yəni mərkəzləşmiş hakimiyyət arasındakı əlaqə burada göstərilir. Yəni eyni sinif daxilində fənnin müxtəlif məzmun xəttlərini, yəni eyni zamanda tarixi zaman, məkan anlayışı ilə dövlət əlaqələndirilməsi, yəni onun hakimiyyəti, bu da bizim üfüqi inteqrasiya, yəni fəndaxili üfüqi inteqrasiya olunması deməkdir. Ona görə də biz bu sualdan belə qərara gəlirik ki, bu situasiyamızda fəndaxili üfüqi və fənlər arası inteqrasiya mövcuddur. Doğru cavabımız da C variantıdır.